YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Dekabrın 14-ü 9-cu siniflərə OTK sınaq imtahanında salınmış. Bu məsələyə baxaq. Düzbucaqlı üçbucağın kiçik kateti verilib bizə 6. Bura olsun 6. Katetin hipotenuz üzərində proyeksiyası 4'dür. Bir hündürlük endirək. Bura olsun 4. Proyeksiyanı yaratmaq üçün mütləq hündürlüyü çəkmək lazımdır. Düzbucaq təpəsi də bax buradır. Burada deyir ki bizə böyük katetin hipotenuz üzərində proyeksiyasını tap. Yəni baxın bu x-i tapmalıyıq. Necə tapacağıq? Belə bir düstur var idi. Bilirik ki a kvadrat bərabər idi. M vur m üstə gəl n. Yadınıza salın. Belə bir düstur var idi. Aparaq yerinə qoyaq. 4 vur 4 üstə gəl x bərabər 6'nın kvadratı. Burada da 6'nın kvadratı 36 eder. 36'nı 4'e bölərəm 9. 4 üstə gəl x bərabər 9. X də bərabər 9'dan 4 çıxaram 5 olar.